3 gündə ağlayıram. Hadisədən 3 gündə ağlayıram, soruşma mən. Faciəmizdir, böyük fəlakətdir. Allah rəhmət eləsin. Heç olmasa cəsədlər tapılsaydı biraz sakitləşərdik. Çox çətindir, xahiş edirəm. Böyük fəlakətdir. Xalqımız üçün, millətimiz üçün. Dünən də matəm günü keçirdik. Təbiətin işidir də. Elə bir hadisə oldu. Gərək olmayaydı, amma oldu da. O qaz sızma ilə nəticələndə, o qazsızlığı, ondan da o iş oldu. Bu bütün dünyada baş verən hadisədir. Burada nəysə bütün 120-dən çox ölkədə baş verir. Bu da təbiət hadisəsidir. Burada başqa ölkələrdə də baş verir. O hadisə, yəni nadir halda burada baş versə deyərdik ki, bu nəsə beləncə verir. Adam ürəyi, əlbəttə ki, millətimizdir, bu adımızdır, sanımız. Yoxsa burada başqa bir məna axtarmanın mənası yoxdur. Dənizin ortasında olan bir yerdir də, belə deyək. Partlayışdan da ki, suyun da soyuq olduğu nəzərə alsaq, oradan sağ kiminsə itkin düşməyi biraz qaranlıq qalır mənə. Yəni, bildirirlər ki, kiminsə itkin düşməyi haqqında 29 nəfər səhv etmirəmsə deyirlər ki, itkin düşüb də. Yəni, onların sağ olub olmamaları barədə biraz mənə müəmmalıdır. Məncə oradan sağ çıxmaq qeyri-mümkün olar. Ne diye bilerim, Allah rahmet eləsin də. Allah ölülərimize səbir versin. Qalanlara da. Но очень трудно да было переносить эту травму. Очень трудно. Bizdə elə bir boğum da var. O da danışa bilmirəm вообще. Tüzlo bulgunuz. Həm hadisə vaxtı oldu. Bəli. Yanğın zamanı. Bəli. Tapdılar. Yox elə. Baş vermiş hadisədir də. Belə adamın amma gəlmir. Elə heç kim istəməzdi belə bir şey olsun. Qaçmaq olardı o vəziyyətdən bəlkə də. Onu yəqin ki, müəyyənləşdirəcəklər kimsə ki, onunla məşğul olan insanlar var. Onlar müəyyənləşdirərlər ki, bundan qaçmaq olardı, yoxsa olmazdı. Ümumiyyətcə götürəndə dəniz də, dənizin xüsusiyyətidir də. 24 saat davam edən əlbəttə güclü dalğa 6-7 metr önlüyündə faciədir də. Hamımızın faciəsidir, millətin faciəsidir. Ona görə matəm hamımız da bunu qəbul edirik. Üzülməmək olarmı? Müsəlman oxamız, bizim müsəlman qardaşlarımızdır. Heç kim istəməz ki, heç kimin vallahi elə başına faciəli bir hadisə gəlsin. Allah ölənlərin yiyələrinə və tapılmalarına onlara səbir versin. Mən bunu deyə bilərəm. Bir Azərbaycan vətəndaşı kimi çox ağrı acılar hiss elədim. Ne deyim, Allah sabır versin. Onların balalarına uzun ömür, can sağlığı. Hökumətimiz də onların qayğısında qalır və onun tapılması tezliklə yəqin ki olar. Arzu edirəm ki, elə diri tapasınlar olur. Xalqın, millətimizin başı sağ olsun. Ağır faciədir. Heç kim gözləmirdi. Baş verdi bu hadisəni, dözmək lazımdır. Allah ölənlərimizin hamısına, o cümlədən şəhidlərimizə rəhmət eləsin. Allah ölənlərə rəhmət eləsin. Qohum əqrəbəsinə də deyirəm ki, axır qəmlər olsun. Nə deyə bilərəm, başqa nə deyə bilərəm ki? Orada baş verən hadisələri bax izləyirdiniz. İzləyirəm, nə olsun, həyatdır da. Olacaqdır, qaz partlayıb, iş yerində hər şey ola bilər. Mənim özüm də orada ola bilərdim.